Bismillahirrahmanirrahim. Son zamanlarda yayılan sosial şəbəkələrdə yanlış bir məlumat var. Bu tablo haqqında yanlış düşüncə var. Burada deməli olanlar nədir? Bismillahirrahmanirrahim. Rəhimli və mərhəmətli Allahın adı ilə. Gördüyümüz tablonun sağ tərəfində Ayətəl Kürsi, Bəqərə surəsinin 255-ci ayəsi. Sonra burada yazılıb Əl-Kasibu Habibullah. Kəsb edən Allahın dostudur. Yəni, bəzən deyirlər kasıb Allahın dostudur. Yəni, kəsb edən, qazanc əldə edən Allahın dostudur. Zəhmət çəkən Allahın dostudur. Burada mələklərin adları, dua. Burada Əshab-ı Kəhfdə olanların adları. Bu tərəfdə də Qələm surəsinin bir ayəsidir ki, ona nəzər ayəti də deyirlər. İndi burada olan adları yaxından mən sizə təqdim edirəm. Burada qeyd olunan adlar ardıcıllıqla belədir. Dəbərnuş, orada ondan sonra Sazərnuş, sonra gəlir Kəftətəyyuş, itin adı Qitmir, Yəmlixa, Təmlixa da deyirlər, Məqsəlina, Meysilina və Mərmuş adları burada qeyd olunub. Təbii ki, bunlar o dövrün adlarıdır. Deməli, gördüyünüz kimi bu adlar bunu əks etdirir. Burada heç bir cin falan, başqa məxluqatın, belə deyək, mənfi qüvvələrin adı yoxdur. Allah köməyiniz olsun inşallah.